Çoxlarımız bu duanı demirik. Duaların qəbul olunmasından məhrum oluruq. Baxın, nə deyir Peyğəmbərimiz? Mən təarra minəl-leyl. Kim gecə yatağından qalxarsa, deyək ki, yata bilmədin, qalxdın. Yəni, döndün yerinə, o yan fırlandın, bu yan fırlandın. Gecə qalxdın, gecənin bir hissəsinə qalxdın. Və ya gecənin bir hissəsinə qalxdın su içmək üçün, və yaxud da ki, ayaq yoluna getmək üçün, və ya gecə namaz qılmaq üçün. Nə deyir Peyğəmbərimiz? Və desə ki, əgər, bax, qalxandan sonra, La ilahe illallah vahdahu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huve alə kulli şeyin qadir. Hər kəs bilirik bunu. Elhamdülillah, subhanallah, la ilahe illallah, Allahu Ekber, la havle və la quvvete illa billah. Və sonra desə ki, Allahümmə məni bağışla və ya dua etsə, duası qəbul olunar. Subhanallah. Dərs namaz qılsa, namaz da qəbuldur. Dualar nədir? Qəbuldur deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm.